Peygamber sallallahu aleyhi ve sellem duaları mükemmeldi. Rabbi a'udhu bike min khizyid dünya ve azabil ahire. Ya Rabbi dünyanın rüsvaçılığından ve ahiretin azabından sana sığınırım. Bunlar elə belə əbəs gəlməyib duada. Hem dünyada sen rezil edir, rüsva edir. Tamam, hem ahiret azabı var. Bu da ikisini birden götürür. Bu nəfs elə bir şeydir. Yəni qətiyyən nəfsə. Yaxşı, nəfs ləvvama. Qınıyır. Umar bin Xattab kim böyük bir şəxsiyyət, subhanallah. Nəfsi ona qarşı bir şey pıçıldayanda çəkilərdi, deyir ki, biz görərdik Umarı divarın arkasına çəkildi. Mədinə bostanların birində öz nəfsini qınıyır. Nə deyir Umar bin Xattab? Radiyallahu anhu deyir ki, ey nəfsim, yəbnəl Xattab, ey Xattabın balası. Özünə deyir. Demir, ey Umar. Ya düz yolla gedəcəksən, Allah'tan qorxacaqsan, ya Allah muhakkak ki sənə əzab verməlidir. Yəni özbə gəl. O qədər şəxs. Həmçinin onun gözəl sözlərindən insanlar dalınca düşüblər. Onlar bilsə ki, mənim necə günahlarım olub, 2 nəfər mənim dalınca düşməz. Yəni nəfs. Və onlar nəfsi tərbiyə ilə o boyda ülvi böyük məqamlara sahib gəlir. Yəni nəfs ləvvamə, nəfsi qınıyırsa, nəfs səni qınıyır, nəfslə danışırsan, o nəfsin bir tamı var, dadı var. O möminlərin nəfsidir. Hansı möminlər günah eləyərlər. Hər gün eləyərlər. Tez eləyərlər və dərhal tövbə eləyərlər. Şeytan onların günah eləməyindən artıq yorulub. Artıq şeytan hərdən gəldik, biraz fasilə bilək. Şeytan hərdən gəldik ki, günah eləmək biraz fasilə bilək. Bir həftə toxunmuyor da sənə. Tövbələrin çoxdur. Şeytan artıq onun tövbələrindən bezib, onun tövbələrindən qorxur. Niyə görə? Çünki onun tövbəsi həmin günahla keçmiş günahlarını silir. Bunu şeytan əl vermir. Onun tövbəsi, onun gözyaşları, onun hönkürtüsü, onun Rəbbi ilə xəlvətdə üzr istəməsi, onun bütün geçmiş günahlarını sildi. Şeytan yox, bu mənə əl vermir. Bu günahımı toxunmayın bunu. Və görürsən o insana bir ay bir zahidlik, abidlik gəlir. Bir iman fışkırır, dəhşət şey deyir ki, Allahım sənə əhd verirəm. Bir də mən o günah eləməyəcəm, əhd vermə, heç vaxt. O əhd vermək də şeytandandır. Şeytan gəlsən özü səni tərk edib. Bir aylıq. Əhd vermə. Çünki əhd verində əhd bozacaqsan. Əhdi pozmaqdan da kəbairdir, böyük günahlardandır. Düzdür, ona da tövbə var, elhamdülillah. Onu da Allah bağışlayır. Tamam. Əhd vermə. Sadəcə Allah'tan deyir ki, Allahümə inni əsəlukə thəbətə aləl-əmr vəl-əzimətə fir-rüşd. Sünnədə olan dualar var, qardaş, onlarla qidalanın, onlarla faydalanın, onları əzbərli mənasını düşünün və onlarla Allaha yaxınlaşın. Peyğəmbər sallallahu aleyhi ve sellem onu özü üçün eləməyib ki, əslində o müəllimdir. Əslində o bizim üçün eləyib onu. Bizi öğretmək üçün. Baxın, sabitlik istəyirəm. Salamat qəlb istəyirəm. Əzimət istəyirəm, əzimət. O əzimət ki bizdə yoxdur. Hansı birimiz əzmkarıq? Ya Rabbi, bir daha məni o günahda görməyəcəksən. Hay. Hər həftə görür səni. Elə deyil. Kim bacarır? Bu nəfsi ki qınıyırsan, hər dəfə Allaha yaxınlaşır, hər dəfə bağışlayırsan, nəfslə əməl başı, nəfs səni qınıyır, sən nəfsi qınıyırsan, bu nəfs Allah Taala'nın sevdiyi nəfslərdəndir. Dəlil nədir? Allah Teala ona and içmiştir. La uqsimu bi yevmil qiyamah ve la uqsimu bin nefsil levvame. And olsun kıyamet gününe. Allah Subhanahu Teala and içtiği şeylerde, əzəmətli şeylerde. And olsun levvame olan nefse. Qınayan nefs. Ay sen bunu eləməməliydin. Bu nədir? Bu qınayır səni. Və görürsən ki, həmin insan həmin günaha təzdən qaydanda tər basır, ürəyi döyünür, həyəcan keçirir, haldan hala düşür. Həmin o nəfsdir. Ləvvama, qınıyır. Neyinirsən? Təzə tövbə eləməmişsin, təzə əhd verməmişsin. Səndə sifət var, nə qədər insan əhd verər, nə qədər əhd poza bilər. İndi şeytan digər qapıdan yaxınlaşır. Ey, kəzzəb, Allahı aldadan. Nə qədər səndə sifət var. Adam hər dəfə Allah aldadar, hər dəfə əhd verir, hər dəfə əhd pozar, hər dəfə əhd verir, hər dəfə tövbə pozar. Qətiyyən ona uyma. Bil ki, şeytana fərq eləməz hansı qapıdan sənə qalib gəlir. Ümid kəsmək, yoxsa əksinə. Qətiyyən. Həmin diyaloqa baxan hədisdə nə gəlir? Deyir ki, şeytan deyir ki, izzət və cəlalına and olsun ki, onların ruhu bədənlərinin içərisində olduqca mən onları saptıracağım. Allah Teala deyir ki, və bi'izzəti, mən də öz izzət və cəlalıma and verirəm ki, onlar qayıtdıqca qayıdacağım. Tövbə etdikcə qayıdacağım. İstiğfar etdikcə əff edəcəm. Yəni sən onları azdırdıqca mən də onları əff edəcəm, madəm ki qayıdacaqlar. Və bu sünəndə gələn möhtəşəm hədis həqiqətən böyük bir dərman və təsəllidir. İbn Ədəm, İnnəkə mə rəcəvtəni və dəavtəni, thumma istəğfərtə li. Ey Adəm oğladı, nə vaxt ki sən günahdan sonra məni xatırladın, andın və mənə döndün.
ve sonra bağışlama istedin. Gafartu leke ala ma kana minke ve la ubali. Senin günahının neceliğine bakmadan, günahlığının çirkinliğine ehemmiyet vermeden, məhəl koymadan bağışlayacağım seni. Allah Subhanahu teala qatında maraqlıdır günah nə boydadır. Əsas sən qayıtma bacarsan. Və həmçinin əksi, heç vaxt demək ki günah kiçikdir. Bax gör o kiçiyi necə azim və izzət cəlal sahibinə qarşı edirsən. Deməli, sələflərin gözəl bir sözü var. Deyir, günah sənin gözündə böyüdükcə Allah qatında kiçikləşir. Sənin gözündə günah böyüdükcə Allah qatında kiçikləşir. Sənin gözündə günah kiçikləşdikcə Allah qatında böyüyür. Kim deyə bilər cavabı nədir, səbəb nədir? Çünki kimə qarşı söhbətdən gedirsən. Yəni sən günah elədin, o günahı bapazı görsən. Deməli onu bazı görsən elə. Allahu akbar. Allahu akbar lillahilhamd. İndi sən günah elədin. Dəhşətli günah deyil yəni. Bir qələt elədin, pis yerə girdin, baxdın, çıxdın. Elhamdülillah zinaya baş olmur, livata düşməmsən. Düzü gör, günahdır, böyük günahdır. Amma ondan da deyil də. O həlak edən, şallaq vacib eləyən, həd vacib eləyən, rəcim vacib eləyən, cəhənnəm oduna yolunmamış, təmizləyib, onlardan da deyil də. Bildin necə? Sübh namazını qeyib imam arxasında qılmaq da öz-özünə silinir. Elə günahlardandır. Allahu akbar. Çoxsu sübh namazının qədrini bilmir. Sübh namazına gəlsə imamın arxasında namaz qıldın, avtomatik silinir. Sübh namazının fəzilətinə görə. Allahu akbar. İndi təzəvvürlə o günah eləmirsən. İndi o günahı şeytan sənə balaca göstərir. Hə, nə olsun? Baxmısan da. Elə bilsən sən təksən. Bütün əxlər baxır. Elə vəsvəsə verirsən. Bütün əxlər baxır. Bütün insanlar baxır. Bütün uxtilər baxır. Bütün hamı onu eləyir. Elə bilsən sən təksən. Ona mənim salmadığım yoxdur insan aramızda. Sizin hamımız ona salmışam. O günaha girmək yoxdur. Eşidirsən. Elə bilsən sən ağıllısan. Nə var ki burada? Balaca şeydir. Heç üzülmə, hər şey yaxşıdır. Allah Gafur, Rahim, Kərim. Bu şeytandandır vəsvəsə. Bu vəsvəsə şeytandır. Deyir, məhmə sağır indəkə zəmbu kəbura indəllah. Günah sənin gözündə balacalaşdıqca, balaca göründükcə Allah qarşısında böyüyər. Məhz bu günah həlak edicidir. Bu günah həlak edir. Günah sənin gözündə böyüdükcə nə edir? Allah qatında kişilər. Əksi də əksi. Həmçinin Abdullah ibn Məsuddan çox gözəl gəlib. Deyir ki, mömin bir günah eləyər. Bir günah. Demədə hansı günah? Böyük, kiçik. O günahı sanki dağın altındadır, dağı da qopardıb başın üstünə sallayıblar. Elə təsəvvürlər ki, bu saçda dağ düşəcək və bunu xəşil edib öldürəcək. Mömin günahı belə təsəvvür edir. Münafiq isə günah eləyəndə, söhbət getmir hansı günahdan, hər hansı bir günahdan. Münafiq isə günah eləyəndə sanki milçək burnuna qonub və belə elər. Getdi. Təsəvvürlə. Münafiq ilə mömin fərqi arasında budur. Allah Subhanahu teala bu diyalogu dedi ki, Əl-Hicr surəsində, A'raf surəsində, həmçinin Əl-Baqara surəsində və bir çox surələrdə gətirir. Buyurur ki, və ibadur Rahman. Rahmənin qulları. Allahu Akbar. O burasılar Allahın qullarıdır. Allah Subhanahu teala Əl-Qahhar, Əl-Cəbbar, Zuntiqam. Bu ise Rahman'ın kullarıdır. Size bu adlar bir şey demir. Xüsusiyyəti qeyd edir. İnne ibadi leyse leke aleyhim sultan. Ey iblis, mənim qullarıma sənin gücün çatmayacaq. O burasılar onun qulları deyil. Onlar odun için yaradıblar. Mənim qullarım, mənim sevdiyim, hörmət etdiyim, özüm üçün sevdiyim qulların üzərində sənin saltanətin olmayacaq. Quran-ı Kərimdə belə deyir. Ona görə iblis hər dəfə azranda, şeytan hər dəfə azranda bunlar hər dəfə qayıdarlar. Bir dəfə şeyximiz, Şeyx Salih Əl-Fovzandan bir nəfər soruşur. Özüm şəxsən video dinləmişəm, çox maraqlı görüntülü videodur. Şeyx bir özündən sual verirdi. Sualı da orada zərflə verirlər. Sual verən görsən bir axa. Şeyx yəqul səil. Bir nəfər soruşur. Mən günah eləm, həmən qayıdıram. Günah eləm, həmən qayıdıram. Əhd verirəm, əhdi pozuram, həmən qayıdıram. Günah eləm, tövbə eləm, həmən qayıdıram. Və hər dəfə tövbə eləm, tövbəndə sadiq olam, həmən qayıdıram. Və o günahdan əl çəkə bilmirəm, hər dəfə o günah düşürəm. İlə mətə hədə. Bu ha vaxtda kim olacaq? Yəni ha vaxt mənim bəlam gələcək. Ha vaxt mənim imanımı qəlbimdən çıxardacaqlar. Ha vaxt məni lənətləyəcəklər. Ha vaxt yəni bu axır gələcək. Şeyx Salih Əl-Fovzanın cavabını bilsin nə də oldu? O mə arafnə hədə illə lil-mü'minin. Bu möminlərin sifətidir. Bu nə sual verir, şeyx nə cavab verir? Bu möminlər sifətidir. Biz möminləri elə belə tanıyırıq. Onlar günahlarında dərhal tövbə edirlər. Günahlarında təsəvvür edir. O mə arafnə hədə illə lil-mü'minin. Biz bunu yalnız möminlərdən bildik.
Şeyh Allame, subhanallah, aslında bu onun cevabı değil. Hasan Basri'nin cevabıdır. Tarihte gördüm ki eyni sualın cevabını Şeyh İmam Hasan Basri eli cevap verir. Hemin sail İmam Hasan Basri'ne soruştular. İle mete hâzâ? Yani bu vakta kim ile devam edecek? Tesevvürle. Demek ki mümin mübarezededir. Mümin cihattadır. وَالَّذ۪ينَ جَاهَدُوا ف۪ينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا وَاِنَّ اللّٰهَ لَمَعَ el-muhsinin. O kesler ki bizim yolumuza çaba gösterirler, çalışırlar. Biz onlara yolları göstererik. Yani yolları açarıq, kapıları açarıq. Yani çatırarıq onları ünvana. Ve bu nefs, yani hakikaten çok tehlikeli düşmandır. Onu serbest bırakmayın. Ve ona bigane bile bakmayın. Onu parmağı arasına bakmayın. Hiç ne olmaz, hiç ne olmaz, hiç nefs iştir. Getiyen. Bilin ki o sizin içerinizde olan, sizden olan en tehlikeli düşmanınızdır. Ve siz ölüm anında ikisinden birini tevfir vermezsiniz. Ya onun habis formasını tevfir verip cehenneme yaparacak, ya onun terbiye olmuş formasını tevfir vereceksiniz. Nefs-i mutmainne sizi cennete aparacak.